Əziz müsəlmanlar, qurban davar heyvanlardan olmalıdır. Bunlar da dəvə, inek, keçi və qoyundur. Uca Allah buyurmuşdur: Biz hər ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi dördayaqlı heyvanların üzərində qurban kəsərkən Allahın adını çəksinlər. Bu sayılan heyvanlardan başqasından, yəni toyuq və sair qurban kəsilməz. Çünki bu haqda şəriətdə dəlil yoxdur. وَادْعُ إِلَى رَبِّكَ. Əziz müsəlmanlar, kəsilən heyvan şəriətin təyin etdiyi yaşa çatmalıdır. Bu, dəvədə 5 yaş, inəkdə 2 yaş, keçidə 1 yaş və qoyunda 6 aydır. Cabirin radiyallahu anhu hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Bir yaşdan kiçik keçi kəsməyin. Kimsə tapmasa, o zaman 6 aylıq qoyun kəssin. وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ. وَادْعُ إِلَى رَبِّكَ.